Onlar ki, Allah'tan qeyrilərini Allah'a şərik qoşurlar. Sual ver onlara. Allah Teala yaratmağında şəriki var. Cevabı yox. Ruzi verməyində şəriki var. Yox. Allah Teala öldürməyində şəriki var. Yox. Allah Teala'nın dirildəcəyi gündə şəriki var. Hesab çəkəndə şəriki var. Yox. Bax, kimin ki bunda denən şəriki yoxdur, nə İmam Hüseyin onun şəriki deyil bu şeydə, nə Zəhra, nə Əli, nə İsa, heç kim şəriki deyil ki. Bax, ibadətdə də şəriki deyil. Maraqlı budur ki, onlar bunda deyirlər şəriki yoxdur. Bu birisində deyirlər şəriki var və şərik qoşurlar. Ən anlamadıqları yeri budur. Allah Teala'nı yaradılışda, idarədə, öldürməkdə və dirilməkdə və ruzi verməkdə təkləşdirir. Lakin ibadətdə təkləşdirmir. Onunla yanaşı məbudlara ibadət edir. Hətta o özü bilməsi də belə.